İlk öncə dünya üzrə, xüsusən güneydə və quzeydə yaşayan Azərbaycanlılar ki, bu çətin günlərdə Güney Azərbaycanın yanındadılar. Mən öz təşəkkür və şükranımı bildirirəm. İran İslam hakimiyyəti keçən 47 ildə bu ölkəni yönətə bilmədiyi üçün ölkəni bütün dəyişikli böhranlarla və krizlərlə üzbüyüz edib. Öz içində yaşayan millətləri özünə düşman edib, Fars şunismi başqa millətlərin haqqını danmaqla, onlara baskı basmaqla, onların təşəkküllərin, partiyaların, dillərin, hər nələrin yasaq etməklə öz içində öz vətəndaşları ilə bağ qura bilməyib və ölkəni bu böhranlara gətirib çıxarıbdır. Bu savaşın ən böyük qaybedənləri qeyri-fars millətlərdir. Ümumiyyətlə İran millətidir. İranda yaşayan millətlərdir. Böyle özellikle Azərbaycan, Türkiyə ən çox qayb edən millətlərdən biridir bu savaşın nəticəsində. Güney Azərbaycanın şərqi və qərbi bölgələri ən çox bombardıman olan hissələrdən birisidir. Bütün iş məkanları, fabrikalar, zavodlar, millətlər öz əməyi ilə qurduğu, bizim Azərbaycanlılar öz əməyi ilə qurduğu iş yerləri bugün dağılıb, bombardıman olub. İran İslam hakimiyyəti heç zaman burada millətinin qayğısını çəkməyib, onlara bir yardımcı olmayıb, onlara bir iş fürsəti yaratmayıbdır, amma onları değişikli və cürbəcür xətərlərə salıbdır. Arzum budur, bu savaş bu tezliklə bitə, bunun davam etməsi daha bizim millətin həm milli, həm can qaybına bais olacaq. Bu İran İslam hakimiyyəti bu ölkəni yönədə bilmir və hətta bu savaşdan çıxsa, yenə də arzum budur ki, bu hakimiyyət dəyişilə. Çünki nə qədər ki bu hakimiyyət vardır, bu böhranlar, bu savaşlar, bu krizlər davam edəcək. Heç bir qonşusu ilə və heç bir içində yaşayan millətlə də bu anlaşa bilmir. Arzum budur ki, Güney Azərbaycan bu çətin günlərdən aşsın, bu hakimiyyətdən keçsin və öz taleyinə və öz müqəddəratına sahib olaraq özünə yaxşan bir hakimiyyət qursun. Azadlıq, ədalət, milli hükümət bizim arzımızdır. Bizim məhbusda olan, zindanda olan zindanlarımıza, siyasi məhbuslarımızın hamısına azadlıq diləyirəm. Bu savaşda qayb edən insanlara, hamısına, ailələrinə başsağlığı və özlərinə rəhmət diləyirəm. İnşallah ki, məntəqəmizə və ölkəmizə və millətimizə sülh və əmin-amanlıq gəlsin.